67 nömrə Əziz Hüseynov Xankəndi komandasında kapitanlıq bazubəndini daşıyacaq. Meydan sahiblərində isə bombardier Vidadi Cəfərov kapitan rolunu icra edir. İndi isə Xankəndi komandasının 27 turdan ibarətdir ikinci liqada mövsüm, amma turnir 2 mərhələdə keçirilir. Komandalar ilkin olaraq birinci mərhələdə 2 dövrədən ibarət olmaqla 22 turda ev səfər maçları. Xankəndi futbolçularının hücumu, qapıya zərbə təhlükəli idi, top qapının üstündən keçdi. Mərkəz xəttini də keçdi Əziz. Uzun pas Bəhruz Teymurova, Teymurovun pası və gol! Tural Qurbatov. Qarşılaşmada hesab açılır, Xankəndi öndədir. Məhsuldar ötürmənin müəllifi Bəhruz Teymurov, golun adı soyadı isə Tural Qurbatov. Xankəndi hesabı açır Quba səfərində. Cavid iki futbolçunun arasından çıxdı. Cavid cərmə meydançasında. Cavid Qasımov! Blok gəlir. O arxası qapıya topu qəbul etdi. Tək toxunuş cərmə meydançasına. İbrahimli yıxılır. Qərar nədir? Qalx və davam elə. Qalx və davam elə. Sinəsi ilə, hətta deyəsən çiyninə də dəymişdi top. Topladı 17 nömrəli futbolçu. Onun pası mərkəzə. Əla hücum izləyirik. Xankəndinin ifasında Elməddinin ötürməsi. Topuqla toxunuş. Tural Qurbatov dubl eləməyə yaxındır. Tural Qurbatov 2-0. Dubl eləyir Tural Qurbatov. Hesab 0-2 oldu. Qarşılaşmanın 51-ci dəqiqəsində Xankəndi üstünlüyünü 2 topa çatdırır. Tural Qurbatov fərqləndi bu dəfədə. Bu onun çempionatda vurduğu artıq 17-ci goldu. Elməddin Hüseynzadə ara ötürməsi Bəhruz Teymurov və top qapının yanından keçir. Forvard Tural Qurbatov hazırda toplu olan və oyunda dubl eləyən Tural Qurbatov. Səfərzadənin ötürməsi Emin Quliyev hədəfdən yayındı. Hüseynlidir. Xankəndi həmləsi Tural Qurbatov saxladı topu. Zərbə! Əli Kərimov! Fərqlənməyə yaxın olan Elməddin idi. Toxunuş gözləyirdim. Bunu da etdi. Elməddin. Əla keçid Elməddindən. Elməddin! Ötürmə Bəhruza. Teymurov! Kuryaz gol! Bəhruz Teymurov! 0-3! Əli Kərimovun kobud səhvi. Ayağı ilə üzərinə dığırlanan, gələn topu uzaqlaşdırmaq istəyirdi. Dəymədi ayağı topa və Bəhruz Teymurovun qolu qeydə alındı. Hesab 0-3'dü. Bəhruz Teymurov 24. Elmar Rəhimov ayağa zərbə və sarı vərəqə Kamal Mirzəyev. Hətta bu ikinci sarı vərəqədir. Bu isə deməkdir ki, Quba komandası meydanda azlıqda qalır. Kölgədə qalıb son dəqiqələrdə. 10 nömrəli futbolçu ara ötürməsi baxımlı idi. Qubanın fərqlənmə cəhdi. Hücum davam edir. Qapıya zərbə! Əla idi bu zərbə. Şahin Zəkiyev xilas etdi komandasını. Bəhruz Teymurov. Sağ tərəfə ötürmə. Yenə də Elməddin. Hüseynzadə. Onun zərbəsi Əli Kərimov. 4-cü qola yox deyir. Görə bilmədi sağ tərəfi. Qubanın təhlükəli hücumu Vidadi Cəfərov. Top qapının yanından keçir. Hədəfdən yayındı. Qubanın bombardiri. İbrahimli əla arapası Vidadi Cəfərov. Bu dəfədə fit səsləndi. Uzaqdan zərbə. Düz qapçının üstünə. Hüseynli Emin Quliyev. Neynirlər belə? Bu nədir belə? Fantastika, bu şov idi. Gol olmasa belə bəzən futbolda belə şovlar oyuna, görüşə, xüsusi rəng qatır. Beləliklə maç bitdi. Təbrik edirik Xankəndi komandasını, azarkeşlərini.